İzahlı test 5-ci sinif ingilis dili 5 suala baxmağa çalışarıq. Birinci sual: choose the antonym of the underlined word. It is difficult to live without books. Kitabsız yaşamaq çətindir. Difficult çətin deməkdir. Onun antonimi hard çətindir, antonim ola bilməz. Lovely sevimli antonim ola bilməz. Bad pisdir, bu da ola bilməz. Easy asan deməkdir. Məsibəndi doğru cavabdır. İkinci sual: choose a pair of nouns in the plural. Cəmdə olan isimlər cərgəsini seçin. Burada A bəndində place təkdədir. A bəndi olmaz. C bəndində city təkdədir, şəhər mənasını verir. D bəndində group təkdədir, qrup mənasını verir. B bəndində tis dişlərdir, qis qazlardır. Hər ikisi cəmdədir. B bəndi doğru cavabdır. Üçüncü sual: choose the correct articles. Düzgün artikelları seçin. My aunt looks after kids. She is babysitter. My aunt look after kids cəmdədir. Uşaqlar deməkdir. Onun qabağında qeyri-müəyyən artikel işlənməz. Z artikel də işlənə bilməz. Çünki onu ümumi uşaqlardan danışır. Müəyyən bir qrupdan danışmır. Deməli, burada birinci tərəfdə artikel olmaz. She is a babysitter. O dayədir. Bir insan işinin nə olduğunu bildirmək istəyəndə biz o həmin sözün qabağında qeyri-müəyyən artikel işlədirik. D bəndi doğru cavabdır. Dördüncü sual: choose the correct answer. Is 57 years old. Is a teacher. Burada görürük ki B bəndi uyğun gəlir. He is 57 years old. He is a teacher. Onun deməli 57 yaşı var. O müəllimdir. Beşinci sual: choose the correct preposition. My father often takes us a walk. In a walk, at a walk, for a walk, with a walk. Burada C bəndi doğrudur. Çünki take for a walk gəzintiyə götürmək bir ifadədir ki, for ilə işlənir. My father often takes us for a walk. Mənim atam həmişə bizi gəzintiyə aparır.